noyabrın varlanan şanslı bürcləri və şəxsiyyətli uğur qazanan bürcləri hansılardır? 1-ci noyabrın varlama və şans əldə edən bürclərindən birincisi şirlərsizsiniz. Yupiterin təsiri nəticəsində şirlər olduqları mövqedən narahatçılıqlarını, qorxularını yenərək Yupiter onları bir balaca risk edici bir vəziyyətə salaraq şanslarını maddisal baxımından aktivləşdirəcək. Amma özlərinin belə deyim də zəhməti və belə deyim tərpənişi nəticəsində digər Merkuri Əqrəb bürcündən oxatana keçəcək, amma retro vəziyyətini aktivləşdirərək təzədən Əqrəb bürcünə keçid eləyərək biraz onu sirkələyəcək. Yəni balansı tərpədib Əqrəb bürcünü həm şəxsiyyət baxımından, həm də maddisal şans uğur baxımından bayağı bir aktivləşdirməyə keçəcək. Yəni əqrəblər bu ay zaten belə deyim sizin ayınız olduğu üçün və sirkələnmələr, ay tutulmaları, Merkurinin retro vəziyyəti, daha sonra Uranın retrograd vəziyyəti sizin üzərinizdə biraz parçalanmalar artırılaraq gücləndirməyə keçəcək. Amma 8 noyabrdan başlayan Uranın retrogradı əkizləri şans, pul, maddiyyatla bağlı ciddi bir mövqeyi aktivləşdirəcək. Plutonun, Uranın retrograd vəziyyəti isə ən şanslı və heç bir şey etmədən özünü aktivləşdirəcək dolçalar sizlər olacaqsınız ki, yəni böyük bir əziyyət çəkmədən bu ayın şanslarından biri siz olacaqsınız. Amma bu ayın ən təhlükədə olan bürclərindən biri çox-çox ehtiyatlı olmalıdır. Ayın əvvəlində sağlamlıqla, ayın ortalarına doğru maddiyyatla bağlı sınağa keçəcəyiniz oğlaqlar siz olacaqsınız. Çox ehtiyatlı olun.